Azərbaycan İranın Naxçıvana pilotsuz uçuş aparatı zərbəsi ilə bağlı insidentin hərtərəfli araşdırılması barədə verdiyi təminatları yerinə yetirəcəyinə və gələcəkdə bu cür halların qarşısının alınması üçün zəruri tədbirlər görəcəyinə ümid edir. Misyaz Azərbaycan Xarici İşlər Nazirliyinə istinadən xəbər verir ki, bunu Ceyhun Bayramov Ər-Riyadda XİN başçılarının məsləhət görüşündə bəyan edib. Ceyhun Bayramov görüş iştirakçılarına xatırladıb ki, martın 5-də İran ərazisindən uçan PUA-lar Azərbaycanın Naxçıvan Muxtar Respublikasının infrastrukturuna zərbələr endirib. Nəticədə 4 mülki şəxs xəsarət alıb və Naxçıvan Beynəlxalq Hava Limanında daxil olmaqla kritik infrastruktura əhəmiyyətli ziyan dəyib. Nazir vurğulayıb ki, Azərbaycan hadisəyə operativ və qətiyyətli reaksiya verib, öz suverenliyini, ərazi bütövlüyünü və vətəndaşlarının təhlükəsizliyini bütün qanuni vasitələrlə qorumağa sadiqliyini təsdiqləyib. Azərbaycan-İran tərəfinin hadisənin hərtərəfli araşdırılmasına dair verdiyi zəmanətləri yerinə yetirəcəyini və gələcəkdə bu cür halların qarşısının alınması üçün zəruri tədbirlərin görüləcəyini gözləyir. Seyranə Quliyeva, Heydər Həsənli, Missiya TV.